Bu klub tarixində ilk finaldır. Bizim həftə sonu liqada Qarabağla oyunumuz var. Həmin oyuna da hazırlaşacağıq. Sonra isə kuboku düşünəcəyik. Bizim də şansımız var. Biz birinci oyundan sonra yaxşı hazırlaşmışdıq. Üstünlüyümüz var idi oyunda. Neftçi böyük klubdur. Onlara qarşı oynamaq hər zaman çətindir. Komanda şəklində biz daha yaxşı idik. Ona görə də indi finaldayıq. Həlledici mərhələdə hər şey ola bilər. Şanslar 50-50-yədir. Biz yaxşı hazırlaşacağıq. İnşallah qələbə qazanacağıq. Я сказал бы. Birinci oyunun ilk hissəsində biz daha çox hücum futbolu oynayırdıq. Bugün isə biz birinci hissədə belə oynaya bilmədik. Oyunu idarə edə bilmirdik. Rəqibin də şansları oldu. İkinci hissədə isə bizim qaçırdığımız şanslar çox oldu. Ən azı 2 dəfə qol vurmalı idik. Yaxşı ki, belə də oldu. Məşqçilər heyəti, azarkeşlər və komanda yoldaşlarım mən gələndən sonra mənə çox kömək etdilər. Dərhal uyğunlaşdığım üçün onlara təşəkkür edirəm. Mən də rahat idim. Özümü evdəki kimi hiss edirəm. Qarabağla final tamamilə fərqli olacaq. Tamamilə başqa oyun oynayacağıq. Biz nəinki 100, 200% əlimizdən gələni edəcəyik. Çalışacağıq ki, oyundan sonra bu dediyimiz sözləri təsdiqləyək. Əlbəttə, mən sabah Lavrokuboklara getmək istəyirəm. Mənim sabahdakı karyeram həmçinin final maçından asılı olacaq. Bizim üçün bu mövsüm ən vacib oyun idi. Biz qələbə qazanıb finala çıxmalıydıq. Çox xoşbəxtəm. Bu oyunda həm Neftçinin, həm də bizim qol şanslarımız kifayət qədər çox idi. Məncə hər iki komanda yaxşı oyun keçirdi. Çox həyəcanlı görüş alındı. Liqa və kubok hər zaman fərqli olub. Bu finaldır. İndidən necə olacağını demək çətindir. Çalışacağıq ki, qələbə qazanaq. Əlbəttə bilirik ki, Qarabağ güclü və möhkəm komandadır. Bu finaldır və cəmi bir oyundan ibarətdir. Sabahın Elvin Camalovla bağlı verdiyi açıqlamanı klubdan ilk növbədə soruşmaq lazımdır. Mən bu barədə heç bir şərh bildirə bilmərəm. Mən şəxsən bu barədə heç bir söz deyə bilməyəcəm. Mənim Elvinlə söhbətim olmayıb. Biz oyuna yaxşı hazırlaşmışdıq. Maçça da əla başladıq. Birinci hissədə yaxşı oynadıq. Qol buraxan anda belə rəqibdən daha yaxşı oynayırdıq. Bizim ən azı 4 real qol epizodumuz oldu. Belə tip oyunlarda bizim bəxtimiz gətirməlidir. Mən azarkeşlərdən üzr istəyirəm. Bizim azarkeşlərimiz ölkənin ən yaxşı azarkeşləridir. Çətin keçən mövsümdə biz çalışdıq ki, bu oyunda da yaxşı oynayaq. Amma bacarmadıq. Üzr istəyirəm. Sabah Neftçi arenada ikinci hissəni yaxşı oynamışdı. Biz isə burada keçən birinci hissədə yaxşı oynadıq. Qol epizodlarımızdan yararlansaydıq, hər şey fərqli olardı. Mənim Neftçi ilə müqaviləm var. Hələ klubla danışıqlar aparmağa vaxtımız var. Əgər klub mənim qalmağımı istəsə, mən Neftçidə oynamaq istəyərdim. İstəməsələr belə, mən kluba hər şeyə görə təşəkkür edirəm. Azarkeşlər də məni xoş qarşıladılar. Futbolda hər şey mümkündür. Görək necə olacaq.